Qızlar salam. Bugün not məhsulları ilə bu make-up eləyəcəyik. Ümid eləyirəm ki, bəyəndiniz. İndi gəlin görək hansı məhsullardan istifadə edirik. Almağa dəyərmi, yoxsa dəyməz? Gəlin başlayaq. Not məhsullarının bir çoxunu artıq bitirmişəm. Əlimdə qalanlarla çalışacağam ki, make-up eləyim. Əlbəttə ki, hər kateqoriya üzrə not məhsulum yoxdur, amma əsas baza olan məhsullar var. Məndə notun 3/1-də Healthy Skin rəngli nəmləndiricisi var. Belə bir şeydir. Məndəki nömrəsi 10 nömrədir, tündür. Sonra notdan məndə belə bir BB krem var. Advanced Skin Corrector gedir. Bir də notun məndə belə bir tonal kremi var. Gəlin başlayaq. Nəysə başlayırıq məhsuldan. Yəni mən niyə nəmləndiricini rəngli alım? İstəyir ki, həm üzüm nəmlənsin, həm üzümü qapatmasa da bir üz rəngimi bərabərləşdirsin deyirsinizsə, yayda və s. okey almaq olar. Yəni o qədər də pis bir məhsul deyil. Hətta deməzdim ki, pis bir məhsuldur. Son halı bu şəkildədir. Qonşumuzun səsi məni bir təhər elədi. Allah haqqı bir təhər elədi. Bu çıxıb qapılarını döyüb demək istəyirəm ki, başqa dönüm. Qızışdı. Və ailə deyir ki, qızım var. Oğlan da deyəsən nişanlıdır, evlidir, bilmirəm da nədirsə. Oğlanın ailəsi də deyir ki, oğlum var. Sizin təpənizə. Hələ bayaqdandır dava gedir. Qurtarmır. Xəyanət eləyib ayrıl yaz. Parıldayır, quru dərilisinizsə alıb yoxlamağa dəyər. Yox, yağlı dərilisinizsə məncə üzünüzdə belə çox pis qusma yaradacaq bir məhsuldur. Dediyim kimi məndə 10 nömrədir. Adı da 3/1-də Healthy Skin gedir. Dediyim kimi çox yağlı görünəcək. Belə çox yapış-yapış. İstər-istəməz siz bunu pudralamalısınız və s. Elə ondansa siz gedin normal nəmləndiricinizi vurun, üstünə də hər hansı BB, CC və yaxud da tonal kreminizi istifadə edin. Yəni çox da lazımlı bir məhsul olmuyor. Keçirik ikinci olaraq Notun Detox Protect Foundation-una. SPF 15 tərkiblidir, amma siz bu SPF 30, 15 və s. bunlara inanmayın. Çünki bunlar heç bir işə yaramır. Siz gələk SPF 15-dən yaralanasınız deyə bütün üzünüzə 4-5 pompa bundan vurmalısınız. Bu arada nömrəsini deyim sizə, əgər tapa bilsəm. 02 Natural Beige rəngidir. Biraz ağdı mənə, okey. Bayağı ağdı. Uşaqlar, yəni səs eşitsəz bilin ki, qonşumuz mırıldır yenə. Düşünürəm ki, bu tonal krem quru dərilər üçün deyil. Çünki bəzən çox çopur belə çox quru dayanır üzdə. Ortadan dediyim kimi yüksəyə doğru bir də padıcılığı var. Bir çox insanın sevə biləcəyi bir məhsuldur. Son vaxtlarda izlədiyim qədərilə yeni məhsullar çıxıb. Əsasən də bu Olivia'da, Rosemonde və s. satışa çıxan məhsullar var. Elə olsun başqa digər bir üzümə Biodermanın nəmləndiricisini istifadə eləmişəm. Bioderm kremini. Bir də ki, gördüyünüz kimi Notun bu 3/1-dən rəngli nəmləndiricisini. Ona görə indi normal göründüyünü düşünürəm. Nəysə, sonra mənim əlimdə mən Notun bir ədəd başqa konsiler var idi. Şəklini tapsam buralara yerləşdirərəm. Ondan istifadə eləmişəm. Konkret olaraq heç örtücülüyü yox idi. Çox quru dayanırdı gözün altında. Heç örtücülüyü görmürdüm. Yəni ondansa tonal krem istifadə edirəm. Baxın, başı bu şəkildədir. Demək, bu nə gedir? Collagen concealer gedir. Məndəki nömrəsi də 02-dir.
İlk olaraq onu deyə bilərəm ki, örtücülüyü çox yoxdur. Çünki bayaqdan da 2 pomp istifadə elədim. Amma qapadıcılıq ala bilmədim. Notun ümumiyyətlə düşünürəm ki, məhsullarının rəng seçimi çox yoxdur. Ya da ki, mən alanda olmayıb. Concealer nəmli bir bitişə sahibdir. Quru bir bitişə sahibi deyil. Amma qapadıcılığı varmı? Yoxdur. Hə, üzünüzdə istifadə edə bilərsiniz. Amma çox qapadıcılıq və s. gözləməyin. Lazımdırmı almaq? Yəni bazarda çox daha gözəl məhsullar var. Heç buna pul xərcləməyə dəyməz. Məndə Notun belə bir məhsulu var. Baxın, gördüyünüz kimi artıq dibini görmüşəm. Mən ən çox həyatımda makiyaj məhsullarının pudra bitirirəm bu arada. Bunu çox sevmişəm. Yəni 10 qramdır, içində heç də az deyil. Arada istifadə eləyirəm. Düzdür, mən artıq belə pudralara üstünlük vermirəm. Toz şəklində olan pudraları daha çox sevirəm. Məsələn, baxın bu şəkildə olandan. Bu arada bunu da təzə almışam. Amma bunlar da mı pisdir? Yox. Sadəcə bunlar çox daha yaxşı sabitləmir. Və concealer göz altlarıma və üstlərimə çox azca dolub. Yəni L'Oreal Infallible qədər deyil. İndi gəlin bu pudradan danışım. Bu şəkildə göstərəcəm. Belə öncə pis görünür. Belə baxırsınız ki, sadəcə belə transparent, yəni bir transparent pudradır. Yəni, nə qədər ağır ola bilər. O qədər üzümü dartır ki, bu dəqiqə. Heç bunun fərqində olmamışam bugünə qədər. İndi fərqində oldum. Yaxşı, okey, sabitləyir. Belə yapışqanlıq hissi yoxdur. Amma üzüm bu dəqiqə dartınır. Və bəzi tərəflərə nə qədər də çalışsam da ki, düzəldim, bəzi tərəflərə məhsul çox gəlib və palçıq kimi oraya yapışdı. Oradan oynada bilmədim. Üzüm dartınır hal-hazırda. İndi Notun bronzeri yoxdur. Amma belə bir paletim var Notdan. Burada bunu götürəcəm, bronzer kimi istifadə edəcəm. Üstünə də vuracağıq, çünki Notdan göz ten paletim də yoxdur. Mən bildiyiniz kimi bronzeri sadəcə bu nahiyəyə. Belə pis vurdum. Çox pis vurdum. Sadəcə bu nahiyəyə vurmuram. Bu hissələrə də vururam. Yəni bu hissəyə gətirməməyə çalışıram. Amma çoxdan gətirmişəm. Çünki kameraya baxıb məhsul vururam. Bu hissəyə də vururam. Kameradan çox pis tünt görsənir. Burada heç elə deyil. Hətta mən düşünürəm ki, heç yoxdur. Bu arada pigmentasiyası da yaxşıdır, pis deyil. Yəni istifadəyə dəyər bir bronzerdir. Amma bu paletlərdən danışmışdım və demişdim ki, bu paleti almağa dəyməz. Bunu belə demişdim. Bronzer amma deyirsən aşırı təriflənir. Kifayət qədər bronzerim olduğundan və o da çox böyük olduğundan onun yerinə başqa bir bronzer alaram. Yəni mən influencer olmuram, influencerlar. Yəni influencer nədir? Təsirlənmirəm influencerların paylaşdıqları şeydən. Ondan sonra bu aralar Too Faced'in bronzerında gözüm qalıb, onu almaq istəyirəm. Yaxşıdır. Yəni bu şəkildə tətbiqi o qədər də asan deyil, amma yəni mən bu məhsulda belə Yves Saint Laurent'ın bronzerində belə çətin anlar yaşayıram. Hətta sizə deyə bilərəm ki, rəngi Yves Saint Laurent'ın rəngindən qat-qat yaxşıdır. Yəni məsələn bu məhsul o deyil. Notun bronzer və ənlikləri mən düşünürəm ki, yaxşıdır. Bir çox markanın bronzer ənlikləri yaxşıdır. Gəlin bunu qəbul eləyək. Sadəcə rəng verirlər, yəni. Belə, amma bu paleti demişdim sizə, bu paleti almağa dəyməz, heç dəyməz. Güya burada belə bir məhsul var. Bu da highlighter kimi gedir, amma highlighter olmağa 1000 şahid lazımdır. Yəni burada siz normal bir parıltı görürsünüzmü? Məncə yox. Pudra kimi istifadə eləmək olar, amma highlighter kimi yenə istifadə edilir. Çünki highlighter deyir yəni buna. Nə edə bilərik? Ənlik olaraq əlimdə 2 ədəd Not məhsulu var. Bunu heç istifadə eləməmişəm desəm. Yəni baxın. Güzgüsün
Bu belə qalıb. 2 ildir bunu almışam. 2 ildir. Sadəcə əlimi bax belə vurmuşam. Əlimi sadəcə bir neçə dəfə rənginə baxmaq üçün bax belə vurmuşam. Mənə çox narıncı gəlir. Bunu necə almışam? Bu arada Notun bir şey var. Trendyolda girib baxsaz, bilmirəm dəyişdiriblər ya yox. Trendyoldan çoxdan da aram yaxşı deyil. Rənglər tamamilə qoyduqları şəkillərə uyğun deyil. Göndərilənlə ora qoyulan şəkillər çox fərqlidir. Bu da bildiyiniz narıncı rəngdir. Yəni buradan görünmür, hətta heç görünmür. Nap narıncı bir ton. Bunu niyə satasan? Ya da bunu niyə alaq? Mən almışam amma, çünki rəngini belə görməmişdim. Nəysə qızlar, bundan danışmayacağam. Bu da nömrəsini də qoy sizə deyim. 03 Coral gedir rəngi. Amma mənim ən çox sevdiyim ənliklərdən biri Notun bu məhsuludur. Qramajı 10 qramdır, çoxdur. Belə parıltılı, baked blushlardandır, yeni bişmiş ənliklərdəndir. Çox qəşəng rəngi var, möhtəşəmdir. Orqazm rənginə oxşuyur. Biraz orqazm elə bil oxşuyur, amma daha çəhrayı alt tonludur. Bu Narsın orqazmıdır. Bu da Notdur. Yəni bunu çoxdan da istifadə eləmirəm. Mən çox bəyənirəm bu məhsulu qızlar. Tövsiyə eləsəm, yəni bu boyda Not məhsulunun içində ən normal tövsiyə eləyəcəyim məhsul budur. Pigmentasiyası da əladır, parıltısı və s. o qədər mənim xoşuma gəlir ki, yəni hədsiz qəşəngdir, hədsiz. Yəni mən haçansa bunu bitirə bilməyəcəm, belə düşünürəm. Amma bitsə gedib almaq istəyərəm. Çünki üzdə yayılımı, duruşu, parlaqlığı, rəngi çox qəşəngdir. Bir çox xanıma yaraşacaq bir rəngidir. Bu nədir? Bu Baked Blushlardan 06 Hot Rose rəngidir. Əladır. Baxın, çalışın siz də Türkiyə adresi ilə nəsə almağa alın. Çünki elə daha uyğun almış olarsınız və daha çox məhsul qabağınıza çıxacaq. Yəni siz arada girin baxın, nə dediyimi anlayacaqsınız. Mən bəzən başqa məhsullar almaq istəyirəm. Bu Not markası olmasın. Bu hər hansı bir baxım məhsulu olsun. Girirəm, baxıram. Azərbaycan adresi olanda, yəni ölkə Azərbaycan olanda heç bir şey yoxdur. Amma mən ölkəni Türkiyəyə dəyişdirəm, hər şey var. Bəli, və qiymətlərin fərqləri də çoxdur ya. İndi ola bilər ki, sizə kargo pulsuz gəlir, amma bir dənə kargo pulsuz gələcək deyə 1 manata da bir məhsula da 5 manat əlavə pul verməzsən deyə düşünürəm. Elə qürurumla gedərəm, kargoya pul verərəm. Yəni bunu çıxardanda nə düşünüb çıxardıblar görəsən. 2 ədəd var belə glosslarından. Biri Flawless lip glosslarından bu arada. Zərli. Məsələn, bu zərlidir. Bu neçə nömrədir? 05 Sweet and Sour olanı biraz zərlidir. Baxın, belə göründü burada. Biri də 02 Delicate Pink rəngidir. Pis glosslar deyil. Mənim çox xoşuma gəlir. Əsas da bu. Belə bayağı xoşuma gəlir. Bugün bundan istifadə edək. Baxın, bu şəkildədir. Qalıcıdırmı? Gloss heç vaxt qalıcı olmur. Özünüzü aldatmayın. Yəni hər hansı bir bloger gördünüz qayıtdı dedi ki, qalıcı bir gloss və s. parlaq, sulu yapıda olan heç bir gloss qalıcı deyil. Amma mat məhsullardan, dodağa zınk deyə yapışan məhsullardan danışırıqsa, okey. Bu şəkildədir. Bayağı bildiyiniz dodağım keydi. Bu nədən ola bilər? Anlamadım ben. Göz krem paleti olmadığına görə bundan göz üstlərimə də keçəcəm. Glosslardan danışmaq istəyirəm. Mən çox uyğun almışdım. 5 manata ya da ki 6 manata olmalıydı. O vaxt 2 ildən söhbət gedir. Mənə görə qiymətinə dəyəcək məhsullardır. Amma dodağımı keyitməyinə baxanda isə düşünürəm ki, bəlkə də artıq vaxtları keçib. Ona görə mənim dodağımı keyitdi. Rəng olaraq, parıltı olaraq çox qəşəngdir. Gördüyünüz kimi baxın. Çox qəşəng görünür. Hətta mən sizə deyərdim ki, Notdan mən alsam bu Flawless lip glosslardan və bir də
bu məşhur məhsulu alaram. Bir də ki, bronzer var, dediyim kimi, çox təriflənən. Yəni, bronzer uyğun qiymətədirsə, onsuz da uyğun qiymətli bronzerların hər birini tövsiyə edə bilərəm. Uyğundan söhbət gedir, bu arada ucuz məhsullardan söhbət gedir. Əlimdə Notun belə bir Lash ID maskarası var. Bu maskaranı bu videonu çəkmək üçün saxlamışam aylardır. Baxın, bu şəkildə bir fırçası var, çox böyük bir fırçadır. Baxın, bu şəkildə oldu. Maskara, baxın, bir-bir kiprikləri ayırır. Amma nə uzatma görə bilərsiniz, nə qaldırma görə bilərsiniz normal. Bir də ki, gözün altına çox tökülür. Çox uyğun almışdım deyə, uyğunadırsa okeydir. Amma göz altlarına tökülməyi məndə məhsula qarşı nifrət oyadır. Bu vəziyyət aldı. Göz altlarımın altına hal-hazırda azca da olsa töküldü. Notun BB kremləri. Çox qurudur, üzdə oturmur, quru dərilər üçün heç deyil. Getdi, almağa dəyməz. Sonra bu üçü birində Healthy Skin, baxın, Glow Skin deyil. Healthy Skin və Glow Skin deyəsən fərqli idi. Mən düşünürəm ki, yəni nəmləndirici onsuz istifadə edib, bunu da üstündən istifadə eləsəz və yaxud da bunu tək belə istifadə eləsəz, üzünüz çox parıltılı olur və istər-istəməz siz pudradan, tonal kremdən və s. məcbur olursunuz, məcbur qalırsınız istifadə eləyəsiniz. Bunu almağın heç yeri yoxdur. Sonra keçirik bu tonal kremə. Bu tonal krem ortadan yüksəyə doğru örtücülüyə sahibdir. Uyğun qiymətli bir tonal krem axtarırsınızsa, amma çox da quru dərli deyilsinizsə, normal və yaxud dərlisinizsə, onda bəyənə bilərsiniz bunu. Əgər bəyənməsəz, əgər quru dərlisinizsə, altını çox gözəl nəmləndirməlisiniz. Həqiqətən bayağı nəmləndirməlisiniz ki, normal olsun. Sonra keçirik bu konsilera. Bu konsiler alınmasa çox daha yaxşıdır, çünki yox kimi bir şeydir. Örtücülüyü də yoxdur, amma nəmli bitişlidir. Belə bir rəng var, bu heç nəyə lazım deyil. Biraz tünd dərili xanımsızsa pudra əvəzi istifadə edə bilərsiniz. Bu da güya highlighterdır. Bu highlighter ola bilməz. Heç highlighter ola bilməz. Onu da pudra kimi istifadə edə bilərsiniz. Ümumilikdə götürəndə bu paleti almağa dəyməz. Bu arada mən Notun linerindən də istifadə eləmişəm. Çox qalındır. Şəklini tapa bilsəm buraya yerləşdirərəm. Çox qalın bir uca sahibdir və heç rahat deyil ondan işləməyə. Yəni qalın xətlər çəkir istər-istəməz, yəni məntiqli olaraq heç yaxşı deyil və tez bir zamanda da quruyur, qurtarır. Heç tövsiyə eləmirəm, almayın. Bir dənə də konsiler bitirmişdim. Bura yerləşdirəcəm. O konsiler da heç örtücü deyildi. Belə topak-topak gözün altında belə pütür-pütür qalırdı. Onu da bəyənmədim. Sonra notdan nə istifadə eləmişəm? Nəsə, hələ ki bu qədər. Notdan ən çox sevdiyim məhsul, bayaq videoda da dediyim kimi, istifadə edəndə də demişdim, çox gözəldir, çox gözəl parlaqlığa, rəngə sahibdir. Alsam həmişə bunu alaram, hot roz rəngi. Notun bu məhsulu 03 Coral rəngi çox pis rəngə sahibdir. Yəni bir insan inanmıram ki, bu rəngdən alıb istifadə eləsin. O qədər şaftal, narıncıdır da, yəni videoda elə görünmür. Çox narıncıdır. Bəlkə digər rəngləri yaxşı ola bilər, amma bunu tövsiyə eləmirəm. Bu Lash ID olanı gözün altına çox tökülür, yayılır. Belə möhtəşəm kipriklərdə gözləməyin. Ona görə bunu almağa da dəyməz. Çox daha gözəl, Golden Rose məsələn turları var, onlara baxa bilərsiniz. Amma bunlar yox. Bunları da almağa dəyər. Əgər tez-tez gloss istifadə edəyənsinizsə, belə yüngül yox, orta örtücülükdə bir gloss axtarırsınızsa, məncə bu ikisi işini görər. Hətta bunların hansısa nude rəngi də olmalıdır. Mən nude rəngini haçansa almağı düşünürəm. 02 Delicate. Dodağımdakı isə 05 Sweet and Sour rəngidir. Dodağımdakı baxın budur. Bu da başqa bir rəngdir. Biraz daha tündür və bunda zərlər yoxdur. Almağa dəyər, tövsiyə edirəm. Baxın bunları. Məncə həmişə alın. Bu da yəni quru dərilər üçün uyğun deyil. Amma belə örtücülüyü var. Amma çox daha yaxşı məhsullar varmıdır? Vardır. Bunlar amma yaxşıdır. Almağa dəyər. Qızlar, bildiyiniz kimi 3 dənə biz ayrı-ayrı make-up videosu çəkmişik. Kiko, Sugarland və bu. Mənim ən çox bəyəndiyim bu oldu. Yəni özümü çox gözəl hiss edirəm. Bilmirəm dodağımdan da yoxsa
gözümdəndir. Göz meykapımdan da, amma çox qəşəng idi, çox xoşuma gəldi. Yəni düşünürəm ki, bir məhsula görə yaxşıdır, o da bu məhsul. Onu çox istəyirəm, çox qəşəngdir. Ümid edirəm ki, videonu bəyəndiniz. Yararlı bir video oldu. Siz bu məhsullardan hansını istifadə edirsiniz? Rəylərdə bildirsəz çox əla olar. Ya da ki, istifadə etmək istədiyiniz məhsullar var ya yox. Belə.